Dünya Birliyi vacib və məsuliyyətli dönəmini yaşayır və indi aktual gündəlikdə olan bir çox məsələlər öz həllini gözləyir və dünənləri məqbul sayılan artıq cavablar bu günləri insanları qane etmir və hamıya bəllidir ki, islahatlara çox böyük ehtiyac var və əsas gözləntilər dövlətlərin siyasi elitalarından, qurucu qüvvələrindən bağlıdır. Və bu zəmində əlbəttə ki, ilk növbədə ölkələrin təcrübəsi vacib rol oynayır. New Yorkda artıq Birləşmiş Millətlər Təşkilatının 80-ci Baş Assambleyası öz işini davam etdirir və bir çox məsələlərə də dövlət və hökumət rəhbərlərinin baxışları öz yerini tapır. Bütün çıxışlar hamısı diqqət mərkəzindədir. Bu günləri bu tədbirdə, vacib tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı oldu və öz çıxışında dövlət başçısı ölkəmizin bütün mütərəqqi, vacib məsələləri ilə bağlı öz baxışlarını, öz yanaşmalarını səsləndirdi və bildirdi ki, Azərbaycan indi ən vacib ölkələrlə, ən fəal qüvvələrlə birlikdə yeni dönəmi həm hazırlayır, həm də öz töhfələrini verir. Və bu baxımdan əlbəttə ki, ölkəmizin təcrübəsi çox böyük diqqət çəkir. Və bizim nailiyyətlərimiz daha çox olardı. Əgər bizim müharibələrimiz olmasaydı, Ermənistanın ölkəmizə təcavüzü baş tutmasaydı. Ancaq bunlar hamısı artıq tarixdir və dövlət başçısı bu günləri öz fikirlərini, ideyalarını irəli sürməklə bildirdi ki, biz bütün çağırışlarla bağlı tutarlı cavabları verməyə qadirik. Salam, hörmətli tamaşaçılar. Bu vacib hadisə ətrafında bu günləri biz müzakirəmizi aparacağıq və bizim qonaqlarımız artıq studiyadadır. Mən onları təqdim edirəm sizə və dərhal ondan sonra biz dövlət başçısının çıxışından bir fraqmenti dinləyəcəyik. Deməli, bizim qonaqlarımız Milli Məclisin deputatı Sevil Mikayılova, Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzinin şöbə müdürü, idarə heyətinin üzvü, daha doğrusu Cavid Vəliyev, məndən solda isə politoloq Sahil İskəndərov və tarixçi alim ekspert Telman Nüsrətoğlu. Beləliklə, Prezident İlham Əliyevin çıxışı artıq təhlil olunur və böyük əks-səda doğurub və biz indi vacib bir fraqmenti sizin diqqətinizə təqdim edirik. Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bugün isə qələbə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən vətən azadlığı müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam. 30 ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən 20% Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində 1 milyon Azərbaycanlı öz yurt yuvasından didərgin salındı. Onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 93-cü ildə qəbul etdiyi 4 qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal tam və qeyri-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra olunmadı. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkarənə şəkildə məhəl qoymadı. 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu isə öz missiyasını yerinə yetirə bilmədi. Onun həmzədirləri beynəlxalq hüquq norma və prinsiplərini təmin etmək əvəzinə status quo-nu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar. 2020-ci ildə 30 ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra Azərbaycan BMT-nin nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünü müdafiə hüququndan istifadə etməyə məcbur oldu. Bütün zamanlarda siyasi elitalar həmişə nüfuzun artırılması məsələsi hüququnda çalışıblar və təsir dairələrini genişləndirməkdən ötürü onlar əsasən qədim zamanlardan güc amilinə hardasa üstünlük verirdilər. Bəli, bu məsələ, bu trend bir gün də öz aktuallığını saxlayır. Ancaq indi daha vacib rolu oynayan
ağıllı gücdür, eləcə də intellektual potensialın özünün qeyri-adi davranışıdır. Və bu baxımdan Azərbaycan dövlətinin imkanları, resurs bazası və eləcə də nailiyyətləri gözə çarpır. Və təbii ki, bu proseslər hamısı artıq informasiya kanalları ilə bütün insanlara çatdırılır və dünyanın bütün yerlərində də bilirlər ki, hansı ölkə hansı faydalıq əmsalını nümayiş etdirir. Şükürlər olsun ki, bizim ölkəmizin başı ucadır və biz həqiqətən də bir çox sahələrdə nailiyyətlər qazanmışıq və digər tərəfdən də yeri gəldi biz sərt gücdən istifadə etdik, ondan sonra isə artıq yumşaq gücə böyük üstünlük veririk. Və təbii ki, bu proses həm də Dünya Birliyinin gözü qarşısında baş verir. Seyid xanım, istərdim elə ilk növbədə sizi biz dinləyək, çünki faktiki olaraq prezidentimizin də çıxışından biz bir daha görürük ki, o özünə məxsus Azərbaycan dərslərini Dünya Birliyinə çatdırır və digər tərəfdən də bildirir ki, yəni bizim həqiqətən də əgər müharibələrimiz olmasaydı, Ermənistanın bizə təpkisi olmasaydı, işğalı olmasaydı, bizim nailiyyətlərimiz daha böyük olardı. Biz daha çox səmərə ilə fəaliyyət göstərə bilərdik və bu həm də Dünya Birliyində fəaliyyət göstərən beynəlxalq təşkilatlara bir işarədir, bir xatırlatmadır ki, onlar da öz işlərini yenidən formalaşdırmalıdırlar, daha səmərə ilə, daha böyük səmərə ilə çalışmalıdırlar. Bax, mən istədim bu məsələyə siz münasibət bildirəsiniz. Tofiq müəllim, mən ilk növbədə Cənab Prezidentin bu dəfəki Birləşmiş Millətlər Təşkilatının 80-ci yubiley Baş Assambleyasındakı çıxışı məsələsinə toxunmaq istəyirəm ki, bu həqiqətən də qürurlu bir tarixdir. Ona görə ki, Cənab Prezident elə çıxışına bu bəyanatla başladı ki, o dəfələrlə bu tribunadan istifadə edərək Azərbaycanın 30 ildən çox davam etmiş münaqişəsi barəsində Dünya Birliyini məlumatlandırıb, Dünya Birliyinə bu ədalətsiz münaqişənin həlli ilə bağlı məhz bu tribunadan çağırışlar edib. Bu tribunadan səslənib ki, baxmayaraq ki, Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsi var, amma onlar yerinə yetirilmir. Beynəlxalq hüququn gücsüzlüyünü də elə bu tribunadan beynəlxalq auditoriyanın nəzərinə çatdırmışdı. Amma uzun zaman sürəcində, demək olar ki, 3-10 illikdə beynəlxalq birlik Azərbaycan və Ermənistan arasında olan Ermənistanın başlatdığı bu münaqişəni sona çatdırmaq üçün nə beynəlxalq hüququn gücündən istifadə etdi, nə də dünyada sülhü və təhlükəsizliyi qorumaq üçün mandat almış dövlətlərdən Birləşmiş Millətlər Təşkilatı öz qətnamələrini yerinə yetirmək üçün kəsərli addımlar atdı. Və Azərbaycan prezidenti məhz zəfər çalmış qalib ölkənin prezidenti kimi öz təcrübəsi ilə bu dəfə auditoriya ilə bölüşdü. Və bəli, o münaqişənin əslində yaratdığı fəsadlar, onların ağır nəticələri bunun haqqında da buna da diqqəti cəlb etdi. Amma düşünürəm ki, ən vacib məqam ondan ibarət idi ki, bu sessiyada, bu Baş Assambleyada bilirsiniz ki, 150-dən çox dövlət və hökumət rəhbərləri çıxış edirlər, onların deməli, başçıları burada öz dövlətlərinin mövqeyini səsləndirəcəklər. Amma biz fikir versək, bütün bu çıxışlar, yəni bu vaxta qədər olmuş çıxışların çoxunda problemlər, konfliktlər, onların həll olunmaması və s. və BMT-nin gücsüzlüyü ilə bağlı çağırışlar səsləndirilibdir. Və bütün bunların fonunda Azərbaycan prezidentinin məhz öz təcrübəsindən çıxış edərək konfliktlərin həllində, problemlərin həllində hansı iradəni nümayiş etdirmək və hansı yolu tutmaq və ümumilikdə bir xəritəni bütün Dünya Birliyinə çatdırmaq kimi belə bir təcrübəni ortaya qoyması təbii ki, çox qürurludur və faydalıdır, düşünürəm, digər dövlət rəhbərlərinə də. Və Cənab Prezident çox düzgün olaraq Azərbaycanın bugün artıq gündəliyinin dəyişdiyini Dünya Birliyinin diqqətinə çatdırdı. Yəni, əgər biz BMT-nin əvvəlki tribunalarını, yəni buna qədər Cənab Prezident 4 Baş Assambleyada çıxışı olub və 2 onlayn formatında keçirilmiş assambleyanın iclaslarında çıxış eləyibdi və belə demək mümkünsə 4 çıxış, yəni bundan əvvəlki çıxışlarında motivlər eyni idi. Amma indi biz artıq Dünya Birliyində baş vermiş proseslərdə öz iştirakçılığımız və aktorluğumuzu ortaya qoyuruq. Bugün dünya təkcə konfliktlərdən əziyyət çəkmir, eyni zamanda enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi məsələlərində də çox böyük iqlim dəyişikliklərinin yaratdığı fəsadlar, bəli, bununla bağlı da çox böyük problemlər var. İnsan problemi var, humanitar
böhranlar var ki, bunların əslində həlli məsələsi bugün BMT-nin gündəliyində duran ən çox danışılan məsələlərdir. Və ona görə də düşünürük ki, cənab prezidentin baxışı çox maraqlıdır, çox təmkinli çıxış idi, onu da söyləmək lazımdır. Və düşünürəm ki, hər bir dövlət üçün də, hər bir dövlət rəhbəri üçün də bir götürüləsi oradan bir nümunələr var idi. Əlbəttə, ilk növbədə dövlət başçısının çıxışından artıq bəlli olur. Bir daha yəni bütün dünya birliyində olan qüvvələr bilirlər ki, yəni Azərbaycan necə məsuliyyətlə bütün proseslərə yanaşır, yəni cavabdehliyini başa düşür, yəni o cavabdehlik hamının qarşısında var, bütün dövlətlərin hamısının qarşısında vəzifələr var və biz onlara çox ciddi bir şəkildə həm yanaşma sərgiliyirik və digər tərəfdən də göstəririk ki, bəli, gəlin o sülhü qoruyan, təhlükəsizliyi qoruyan və nəhayət humanistliyi artıran məsələləri biz diqqətdə saxlayaq və onlara öz paylarımızı verək. Və o baxımdan da mən elə başa düşürəm ki, prezidentimizin çıxışında çox vacib digər motivlər də var idi ki, göstərirdi nə dərəcədə bizim bu haqlı mübarizəmizdə, mücadiləmizdə Ermənistan bütün qaydaları çobud şəkildə pozaraq Azərbaycan yenə də humanistliyə və insanpərvərliyə üstünlük verirdi. Gəlin prezidentimizin bir çıxışından bir fraqmenti də biz dinləyək. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik. Qeyri-hərbi infrastrukturu hədəf almaqdan çəkindik. 44 günlük vətən müharibəsi zamanı silahlı qüvvələrimiz işğal altındakı əraziləri azad etdi və Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi. 10 noyabr 2020-ci il Ermənistanın kapitulyasiya və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycan ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü. Azərbaycan zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyü və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq hüquqa əsaslanan 5 təməl prinsip irəli sürdük. Sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız iki tərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi. İstər adi halda, adi vaxtlarda, istərsə də ekstremal şəraitdə təşəbbüskarlığın əvəzini heç nə verə bilməz. Və Azərbaycan dövlətinin də yanaşması ondan ibarətdir ki, biz hər bir məsələyə məsuliyyətlə yanaşaraq ilk növbədə qeyri-adi, ekstraordinar, hətta belə ağla sığmayan temperamentlə təmin olunan ideyaları ortaya çıxarırıq və onların üzərində işləyərək göstəririk ki, implementasiyada əlçatandır. Yəni biz bunu bacarırıq. Ona görə də bax, həmin o qanlı müharibədən sonra artıq bu kəsimdə 5 il ərzində artıq Azərbaycan həm sülh gündəliyini formalaşdırdı. Digər tərəfdən biz quruculuq işlərində artıq görünməyən bir şücaət göstəririk. Yəni bizim hərbi zəfərimizin ardınca artıq quruculuq zəfərimiz gəlir və bu da özünə məxsus bir fenomenal göstəricidir. Cahid müəllim, sizi dinləyək, yəni faktiki olaraq bu daha bir xatırlatmadır ki, bəli, kim istəyirsə qoy o tarixin qara səhifəsində qalsın, qaranlıq səhifəsində ya yerində qalsın. Biz isə açıq yerlərdə, şəffaf yerlərdə, açıq-aşkar, çox xanlı açıq tərzdə fəaliyyət göstəririk və bu prosesə də bütün qonşularımızı, bütün ətraf qüvvələri dəvət edirik. Və əlbəttə ki, burada BMT-də, digər bu qurumlarda, beynəlxalq təşkilatlarda onlar bunu dəyərləndirib, həm də bütün tərəflərin hamısına təsirlərini göstərməlidirlər. Artıq bax, indi o hərəkətin vaxtıdır demək istəyirəm. Buyurun. Toxum, hər nə qədər tənqid olunsa da BMT hələ də dünyanın ən ali orqanıdır. Dünyada qanunların, nizamın tənzim olunması baxımından. Bu mənada cənab prezidentin oradakı çıxışı və o məsələləri gündəmə gətirməsi, Cənubi Qafqazla əlaqədar bundan sonraki quruculuq işlərini gündəmə gətirməsi
Bu biraz da oradakı dövlətlərin məsuliyyətini xatırlatması mənasına gəlir. Azərbaycan torpaqlarının işğal edilməsi əsasən çox ciddi zərərlər verdi bizə və maddi və mənəvi olaraq 3 istiqamətdə çox ciddi zərər gördü ki, bu bizim başımıza gəlməsəydi Cənubi Qafqaz çox daha fərqli yerdə ola bilərdi. Birincisi ondan ibarətdir ki, torpaqlarımız işğal edildi və orada milyarlarca dollar bizə zərər dəydi və biz onu yenidən bərpa edərkən təkrar ora öz xərcimizi, öz cibimizdən xərcimizi qoyub düzəltmək məcburiyyətindədir. İkincisi, biz 2 Qarabağ müharibəsində gələcəyimizi itirdik, gənclərimizi itirdik, şəhidlərimizi verdik və bunların çoxu da gənclikdir. Və bu əslində Azərbaycan üçün, region üçün çox ciddi bir itki idi. Üçüncüsü, silahlanma. Hər iki dövlət silahlanmaya milyardlarca dollar pul xərclədi. Və bu əslində regionun yenidən qurma prosesinə və ya region insanlarının daha da rəfahının, zənginliyinin artırılmasına xərclənə bilərdi. Amma təəssüflər olsun ki, işğal, 30 illik işğal və onun nəticələri bizim üçün bu cür mənfi nəticələr yaratmış oldu. Və bundan biz məsələ 5 ildir torpaqlarımızda yenidən qurma işləri aparırıq. Əsas infrastrukturu yoldur, başqa tunellərdir, nəqliyyatdır. Bunları həyata keçiririk, amma görüləcək hələ çox işlər var. Yəni, onun yaratmış, bu işğalın yaratmış olduğu fəsadların bundan sonra da zərərlərini görməyə davam edəcək. Əlbəttə, bilirik ki, biz torpaqlarımızı işğaldan azad edəndən sonra, antiterror əməliyyatlarından sonra regionun gündəmini müəyyənləşdirmək üçün bir mübarizə var idi. Xatırlayırsınızsa, bir tərəfdə Ermənistanda revanşist qüvvələrin mübarizəsi, Ermənistana dəstək verən Fransa və ya başqa dövlətlər regionda fərqli bir hava yaratmağa çalışırdılar və digər tərəfdə Azərbaycanın təklifləri var idi. Müqayisə eləmək üçün bunu deyim sizə. Xatırlayırsınızsa, hələ 44 günlük Vətən müharibəsindən sonra keçirdiyimiz Zəfər paradında cənab prezidentin regional əməkdaşlıq üçün təklif elədiyi bir platform var idi. Zəngəzur dəhlizini məhz ilk biz təklif elədik. Cənab prezidentin ifadə elədiyi kimi 5 maddəlik sülh sazişinin əsas prinsiplərini 5 prinsipli biz təklif elədik. Bütün bunlar bunu göstərir ki, əgər biz bunları təklif etməmiş olsaydıq, yeni bir proaktiv regionda xarici siyasət həyata keçirtməmiş olsaydıq, digər tərəf, o biraz əvvəl sizin ifadə elədiyiniz kimi, regionda yeni bir gərginlik yaratmaq istəyən tərəf ki, biz bunun çox şahidi olduq, gündəliyi əl alacaqdı və biz müharibədən sonraki yenidən qurma əməkdaşlıq prosesini deyil, müharibədən sonraki bəlkə də yeni bir müharibə dövrü başlayacaqdı ki, bu da çox ciddi bir zərər verəcəkdi. Əlbəttə, mən orada cənab prezidentin BMT Baş Assambleyasındakı çıxışını 3 hissəyə ayırardım. Birincisi, keçmişi tənqid elədi. Yəni, Ermənistanın törətdiyi işğal və digər faktları tənqidi yanaşma. Bəli, tənqidi yanaşdı ki, bunu eləməyək. Biz əgər bir gələcək istəyiriksə, bunu eləməyək. Və bunu etmək olmaz. Olmaz, zərərlidir. İkincisi, Azərbaycan-Ermənistan normallaşma prosesində müsbət ab-havanın olduğunu, yanaşmaların olduğunu ortaya qoymuş oldu. Çünki bilirsiniz, 8 avqustda Vaşinqtonda biz sülh sazişini paraflayandan sonra digər sənədləri bir kənara qoysaq hələ ki, bunu beynəlxalq aləmdə qəbul etdirmək lazımdır, bunun təbliğatını aparmaq lazımdır. Mən üzr istəyirəm sizdən, çox vacib bir məqama toxundunuz və dövlət başçısının məhz bax bu məsələ ilə bağlı öz çıxışında vacib bir fraqment səsləndi və əlbəttə ki, indi vaxtı artıq itirmək olmaz. Çünki Ermənistanın ucbatından bölgə çox vaxt itirib və biz çox çalışırıq ki, həqiqətən də bütün prosesləri geriyə yox, önə aparaq və ona görə də bu günləri dövlət başçısının çıxışında bax bu məsələyə xüsusi diqqət yetirilir, diqqət eləyək.
Bu ilin avqustun 8-də Vaşinqtonda Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri sülh müqaviləsi mətnini parafladılar. Eyni gündə Azərbaycan prezidenti və Ermənistan baş naziri birgə bəyanat imzaladılar. ABŞ prezidenti Donald Trump da buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvaladılar. Beləliklə, 1 sentyabr tarixində ATƏT bu strukturların bir dəfəlik bağlanması barədə qərar qəbul etdi. Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir. Vaşinqton sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək beynəlxalq sülh və rifah naminə Trump marşrutudur. Vaşinqton sammiti həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Azərbaycanla Birləşmiş Ştatlar arasında strateji tərəfdaşlıq xartiyasının hazırlanması məqsədi ilə strateji işçi qrupunun yaradılması haqqında iki hökumət arasında anlaşma memorandumunu Prezident Donald Trump ilə birgə imzaladıq. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır. Bir daha bütün dünya birliyi də, sonra yüksək auditoriya da artıq şahid olurlar ki, bəli, Azərbaycan hərəkətdədir, dinamizm xəttini davam etdirir və artıq söz qarşı tərəfdədir. Buyurun Cahid müəllim, siz fikrinizi davam etdirin. Yəni bu Vaşinqtonda əldə olunmuş bu xüsusən sülh sazişi paraflanmasını məncə beynəlxalq aləmdə tanıtdırmağa ehtiyac var ki, onun ən yaxşı yeri platformu BMT-dir. Bunu iki cəhətdən tanıtdırmağa ehtiyac olduğunu düşünürəm. Birincisi, istər Ermənistan daxilində, istər müəyyən dövlətlərdə hələ də bu paraflanmış sülh sazişinə şübhə ilə yanaşanlar və ya ona kölgə salmaq istəyənlər var, verilən açıqlamalardan görürük. Bunun beynəlxalq səviyyədə legitimliyini biraz daha möhkəmləndirmək üçün bu ən yaxşı platformdur, bunun dilə gətirilməsi. Və ikincisi, Cənubi Qafqaz hər zaman bilirsiniz ki, münaqişələrlə dünya gündəmində xatırlanan bir coğrafiya olmuşdur. Bu bizim üçün sadəcə insan itkisi və ya pul itkisi ilə nəticələnmədi. Bu bizə xaricdən daha yaxşı əməkdaşlıq imkanlarını, etimadın yönəlməsinə də mane oldu. Yəni insanlar, dövlətlər bəzən qorxdular bu regionda daha çox yatırım fəal olmağa. Bugün düşünürəm ki, bizim üçün bir fürsət daha ortaya çıxıbdır. Bu da orta dəhlizlə bir yerdə bu regionun əhəmiyyətinin artması. Çünki həm şimal dəhlizi, həm cənub dəhlizində çox ciddi problemlər var. Orada yaşanan münaqişələr səbəbi ilə və bugün orta dəhlizin əhəmiyyəti artır və buna paralel olaraq Azərbaycanla Ermənistan arasındakı sülhün paraflanması buradakı o mühiti, müsbət atmosferi daha da artırmış olur. Yəni, bilirsiniz, biz torpaqlarımızı işğaldan azad etdiyi gündən sonra cənab prezidentin bir ifadəsi vardı ki, bunu çox istifadə elədik. Biz artıq münaqişəni bitirdik, Qarabağ münaqişəsi yoxdur, post-münaqişə dövrünə keçdik, post-münaqişə dövrü yeni. Bu, əslində, mənə görə Vaşinqtonda imzalanan sənədlərə qədər, sülh sazişi Xarici İşlər Nazirləri tərəfindən paraflanana qədər sözdə idi, artıq bu sübutunu sənədlərdə tapmış oldu. Yəni, bunu biz gündəmi yaratdıq və biz bunu imzalatdıraraq Vaşinqtonda bunun altına qarantiya imzasını attırmış oldu. Bəli, ümumiyyətlə bu sülh məsələsində həmişə Azərbaycan bir neçə addım bütün tərəflərdən, bütün iştirakçılardan öndə idi. Çünki elə cənab prezidentin çıxışından da biz bir daha xatırlayırıq. Bütün dünya birliyi də bunu bilməlidir ki, bəli, Azərbaycan sülhün təşəbbüslərini irəli sürdü.
faktiki olaraq biz Ermənistandan əvəz çıxa bilərdik, biz Ermənistandan başqa bir mövqe sərgilə bilərdik, sərt mövqe sərgilə, amma biz əl uzatdıq ki, bilirsiniz, bu problemlərin hamısının, bu fəsadların hamısının səbəbkarı sizsiniz. Buna biz hardasa biraz göz yumuruq, biz biraz böyüklük göstəririk, centilmenlik göstəririk, amma gəlin, gec də olsa sülh proseslərinə, inteqrasiya məsələlərinə siz də qatılın. Və təbii ki, bu bizim təşəbbüskarlığımız ola bilsin ki, onlarda hardasa bir şübhələr doğurdu, ya elə bildilər ki, güya biz nədənsə çəkinirik. Bu, onların səhvi idi, özləri bilsinlər. Amma hər halda yenə də vaxt itkisinə yol vermək olmaz. Sülh məsələsi elə bir şeydir ki, orada yalnız və yalnız xətt və yol irəli aparmalıdır. Mən istərdim indi biz daha bir fraqmenti dinləyək prezidentin çıxışından. Çünki faktiki olaraq müharibə qutarıb, amma onun həm də mina fəsadları bizə problem yaradır. Yəni insanlarımıza təhlükə törədir. Hətta mina terrorunun da qurbanlarını biz artıq nəzərə almalı oluruq da. Təəssüf ki, belə şeylər hələ də baş verir. Gəlin fikir verək. Azərbaycan qələbədən dərhal sonra azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa proqramına start verdi. Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə yeksan etdi. 65 məscidi məqsədli şəkildə dağıtdı. Hərbi cinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunan Ermənistanın siyasəti bu idi. Biz isə yerlə bir edilmiş kənd və şəhərləri yenidən qururuq. Böyük qayıdış proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır. Post-münaqişə dövründə Azərbaycan qarşısında duran ən ağır humanitar problemlərdən biri də Ermənistanın işğalı dövrəsində yerləşdirilmiş minaların yaratdığı təhlükədir. 2020-ci ilin noyabrından bu günə qədər 400-dən artıq Azərbaycanlı mülki şəxslər və hərbçilər mina partlayışı nəticəsində həlak olub və ya ağır yaralanıblar. Bu, geniş mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına və bərpa layihələrinin həyata keçirilməsinə əngəl törədir. Eynilə, 1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın təcavüzü və işğalı zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının faciəli taleyi xüsusi diqqət və tədbir görülməsini tələb edir. Biz etiraf etməliyik ki, bu dəhşətlər həqiqətən də bizim xalqımızın üzərində olub və biz onlara həm dözüm göstərdik və müəyyən mənada biz hətta novatorluq nümayiş etdirərək bu problemlərin bir çoxunu aradan qaldırdıq. Ancaq həqiqətən də mən bayaq deyəndə ki, bəs Azərbaycan dərslərini artıq Prezident İlham Əliyev Dünya Birliyinə təqdim edir. Onlar gərək bu haqda bizim bütün yaşadığımız o məziyyətlər barədə məlumatlı olsunlar. Çünki bizim gördüyümüzü yəqin ki, hələ başqa bir xalq, başqa bir millət görməyib. Baxmayaraq ki, Cənubi Qafqaz yığcam bir bölgədir. İki ölkə bir o qədər də böyük ölkələr deyirlər, xüsusilə Ermənistan balaca ölkədir. Amma onların yaratdığı problemlər hamısı miqyasına görə çox böyükdür. Telman müəllim, bax sizə eşitmək istəyirəm, siz tarixçi alimsiniz. Bax belə bir, necə deyim, dəhşətləri kimlər yaşayıb ki, 20%, məsələn ki, müasir Livanın ərazisi boyda bizim ərazimiz, demək olar ki, daş dövrünə qaytarılıb. Belə dəhşətləri yaşayan başqa xalqlar, dövlətlər varmı, yoxmu? Mənə elə gəlir ki, heç olmasa yeni tarixdə belə şeyləri heç kəs görməyib. Əlbəttə. Toğrul, çox əslində önəmli bir nüansa toxundunuz. Cənab Prezidentin çıxışında da həm regionun və Azərbaycan həqiqətlərinin, mənzərəsinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox altının çizilməsi gerəkən mesajlar vardı. Həm də Azərbaycan bir çiləli, əzablı, istirablı bir dövrdən keçib gəlibdir. Üzərində böyük oyunlar oynanılıbdır. Azərbaycanın müstəmləkə oyunları oynanılıbdır. Azərbaycanın torpaqları işğal edilibdir və bu dövrdə də beynəlxalq dairələr, dünyada hakim olan dairələr çox təəssüf ki, ikili standart həyata keçiriblər. Bir tərəfdən Cənab Prezident Azərbaycanın qüruru, gücü, ordusu, xalqı, dövləti ilə öz ərazisini necə beynəlxalq hüququn heçə sayılmış mühitində, yəni
necə ən yüksək tribunadan, Birləşmiş Millətlərin tribunasından necə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa elədiyini, qarşı tərəfin kimliyini, xarakterini, o məscidlərin, kəndlərin, qəsəbələrin, şəhərlərin, memarlıq abidələrinin, tarixin yoxa sayılması, heçə sayılması, fəlsəfəsi, əxlaqı bunu ortaya qoyur bir daha. Yəni ki, biz sülh istəyirik, amma o bir tərəfdə biz etibarlı tərəfdaşıq. Biz məsələn, Avropanın enerji təsisatında, onda xüsusilə çıxışında qeyd elədi, mühüm bir ölkəyik. Biz belə deyək də, qovşaqlar, yollar baxımından stratejik nöqtədəyik və işbirliyinə, əməkdaşlığa çağırırıq. Həm region, həm qlobal oyunçuları, həm də o bir tərəfdən də qonşumuz olan bir ölkə. Baxmayaraq ki, bu sülhü, cənab prezident onun da altını çox açıq bir şəkildə çizdi ki, biz sülhün maddələrini, prinsiplərini müəyyənləşdirdik. Müharibədən sonra bu ədaləti təsis etdikdən sonra bu prosesi də biz apardıq. Yəni diplomatik, hərbi, iqtisadi, siyasi gücümüzü ortaya qoyaraq bunu apardıq. Yəni bugün bir paraflanan sülh sazişi olsa da biz Azərbaycan dominant gücü ilə, sürükləyici güc deyə biləcəyimiz gücü ilə təbii ki, regionda artıq geri dönməz bir sülh prosesi başladıbdır. Amma eyni zamanda qarşı tərəfin nə olduğunu, nəyi təmsil elədiyini, hansı fəlsəfəni, hansı yanaşmanı təmsil elədiyini də nümayiş elətdirərək, sabahlarım hər hansı bir ekstremal vəziyyətin, yəni bu heç bir halda qarantiya deyil. Yəni tarixdən baxsaq, Ermənistan vaxtı ilə imza atmış olduğu, altına imzasını qoymuş olduğu müqavilələri necə heçə saydığını və Ermənistanın daxilində necə fərqli güc mərkəzlərinin olduğunu, revanşist qüvvələrin olduğunu, hələ də xəyalpərəst insanların qüvvələrinin olduğunu da düşünsək, cənab prezident eyni zamanda bu mənzərəni də ortaya qoyur ki, biz mina terroru ilə üzləşmişik, bizim mədəniyyətimiz darmadağın edilib, özünə ən qədim mədəniyyətin təmsilçisi kimi təqdim edən bugün o Avropa ictimaiyyətini, Amerikanı lobilər vasitəsilə və ya Türkiyə-Azərbaycan düşmənçiliyinə köklənmiş, nifrətinə köklənmiş dairələri bəsləyərək ya aldadanlar bilsinlər ki, Ermənistanın həqiqi xisləti budur. Biz bu günləri... Və kimləri onlar müdafiə edirlər? Bəli. Kimin sözünü dünyaya çatdırırlar? Bəli. Və Azərbaycan isə nədir? Alternativ olaraq Azərbaycanı qoyur. Azərbaycan bugün 14 ölkəyə qaz ixrac edir. Azərbaycan bugün Avropanın enerji təsisatında mühüm ölkədir. Azərbaycan beynəlxalq tədbirləri ard-arda ev sahibliyi eləyir. Azərbaycan iqlim böhranı ilə bağlı COP-dan cənab prezident vurğu elədi. Biz məsələn bugün dünya insanlığın önündə duran, gündəmində yer alan bir çox problemlərin müstəvisi Azərbaycan olub. Tartışılma, müzakirə edilmə müstəvisi Azərbaycan olub. Yəni Azərbaycan bir tərəfdə insanlığın qədəri ilə bağlı, dünyanın daha ədalətli bir nizama qovuşması ilə bağlı bir siyasəti, fəlsəfəni, yanaşmanı təmsil edir, dövlət ağlını təmsil edir. O bir tərəfdə isə xaotik bir Ermənistan, bir tərəfdə sülh, o bir tərəfdə bir addım, belə deyək də, İralı iki addım geri atan bir Ermənistan və təbii ki, Zəngəzur dəhlizi ilə bağlı bizim müddialarımız hansı ki, başından bəri beynəlxalq hüquqdan doğan müddialar idi, tarixi aktlarımızdan doğan müddialar idi. Bunu da biz orada açıq şəkildə görürük ki, doğrudan da Zəngəzur dəhlizinin açılması, orta koridorun işlənməsi, işlevsəlliyi, orada xüsusilə yük daşıma qabiliyyətinin artırılmasına da toxundu cənab prezident. Yəni bu orta dəhlizin, Zəngəzur dəhlizi Transxəzərlə birlikdə daha da ticarəti canlandıracağı və bu refahdan hər kəsin pay alacağı məsələsi də çox önəmlidir. Yəni, dolayısıyla bizim mesajlarımız olduqca həm Azərbaycanın dərin, belə deyək də, dövlətçilik ağlını, zəkasını, Azərbaycanın haqlı mövqeyini, Azərbaycanın hüquqdan yana olan, haqdan yana olan mövqeyini sərgiləyir bütün müstəvilərdə. Həm də mənzərəni bütün çırpaqlığı ilə ortaya qoyur. Məsələn, torpaqlarımıza balistik raketlərin atılması. Yəni bunu göstərir ki, bunu atan ölkə və ya yüzlərlə insanları mina terroruna qurban edən ölkə, biz Gəncənin, ondan sonra Tərtərin bombalanması, o zaman əhalimizin başına gələnlər, hansı ki, Azərbaycan isə dünya hərb tarihinə düşəcək bir mükəmməl antiterror əməliyyatı, yəni humanizmi ilə bərabər heç bir mülki əhalinin burnu qanamadı. Biz nə qədər mükəmməl əslində bir mədəniyyəti, alternativ mədəniyyətin mahiyyətinin nə olduğunu göstəririk dünyaya ki, bir tərəfdə Azərbaycan var, dərin tarixi ilə, mədəniyyəti ilə dünyaya
verə biləcəyi töhfələrlə dünyanın gələcək nizamına və bu ən yüksək tribunalardan bunu cənab Bəli. prezidentin səsləndirməsi olduqca mühümdür məncə. Vacibdir, əlbəttə. Ümumiyyətlə, dünya sisteminin bir neçə vacib, yəni strateji istiqamətləri var ki, orada bütün ölkələrin aparıcı qüvvələri, yaradıcı beyinləri gərək yaxından iştirak etsinlər də və faktiki olaraq biz birmənalı deməliyik burada və cənab prezidentin də bugünkü çıxışında biz bunun təsdiqini tapdıq. Yəni, Azərbaycan tək iştirak etmir, çalışır həm də innovativ fikirlərlə, yanaşmalarla öz əlavələrini etsin və bu istiqamətdə də mən deyərdim ki, bir neçə vacib məsələlər, məsəl üçün iqlimlə bağlıdır, sonra Xəzər dənizi ilə bağlıdır və bunlarla da bağlı Azərbaycanda həm geniş miqyaslı işlər, araşdırmalar, tədqiqatlar gedir və digər tərəfdən də biz həm də ən yaxın zamanda yeni sözlərimizi də demiş olacağıq və mən istərdim indi bax, bu kontekstdə də prezidentimizin çıxışından bir fraqmenti biz yenidən yada salaq. Bir çox təşəbbüslərlə Azərbaycan qlobal çağırışlar qarşısında dayanıqlı həll variantlarının təşviqinə aydın sadiqliyini göstərdi. Ötən il iqlim fəaliyyəti, yaşıl keçid və maliyyəyə ədalətli çıxış məsələlərində mühüm nəticələr əldə etmiş COP29-a ev sahibliyi etməkdən Azərbaycan qürur durdu. COP29 sədri kimi bütün tərəflərin, xüsusən də inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsini təmin etməklə iddialı və tarazlı nəticələrə yönəlmiş danışıqlara rəhbərlik etdik. COP29-da qəbul edilmiş Bakı maliyyə hədəfi kimi də tanınan yeni kollektiv kəmiyyət hədəfi qlobal iqlim maliyyəsində tarixi mərhələdir. Bu öhdəlik 2035-ci ilə qədər inkişaf etmiş ölkələrin dövlət mənbələrindən inkişaf etməkdə olan ölkələrə illik 100 milyard ABŞ dolları məbləğində ilkin iqlim maliyyələşdirmə hədəfini hər il ən azı 300 milyard ABŞ dollarına çatdırmağı nəzərdə tutur. Azərbaycan həmçinin Paris sazişinin 6-cı maddəsinə uyğun olaraq karbon bazarları üçün uzun müddətdir gözlənilən çərçivəni uğurla yekunlaşdıraraq Paris sazişinin qəbulundan 9 il sonra onun tam fəaliyyətə başlanmasını təmin etdi. İqlim dəyişikliklərindən təsirlənən həssas icmalara vacib dəstək verən itki və zərərlərə cavab fondunun tam fəaliyyət göstərməsi üçün COP29-da bir neçə əsas saziş imzalandı. Bu bir təsdiqini tapmış faktdır ki, indiki zamanda bir çox vacib məsələlərlə bağlı ki, orada dilemmalar var, gözləntilər var, çox gərgin sual işarələri özünü bir uza verir. Bəzi ölkələr görürsən ki, imkanları var, texnoloji hazırlıqları da müşahidə olunur, ancaq onlar hərəkətə tələsmirlər. Bir çoxları çəkinirlər, çünki cürət eləmirlər. Amma Azərbaycan çox cəsarətlə bu məsələlərin hamısını da, necə ki, bax, indi biz bir daha prezidentin dilindən eşitdik, onlara həm qatılır, digər tərəfdən öz yanaşmasını sərgiləyir və nəhayət işgüzarcasına həm də təkliflərini, ideyalarını irəli sürür və təbii ki, burada biz uğurun bütün konturlarını sezirik, görürük. Salih müəllim, istəyirəm, bax, bu məsələyə də siz münasibət bilirsiniz. Biz nəyə görə mən bu sualı verirəm sizə? Çünki bəzi ölkələr də var, onlar geosiyasi, həm də iqtisadi bir autizm keyfiyyətlərini nümayiş etdirirlər. Yox, mən düşünərdim ki, əsasında onlar autizm keyfiyyətini nümayiş etdirmirlər. Onlar məqsəd yönlü şəkildə sabotajla məşğullar çoxu. Mən istəyərdim, ümumiyyətlə, Tofiq müəllim, bir məqama toxunum. Azərbaycan prezidentinin o baş assambleyadakı çıxışı əslində daha çox ilk növbədə Birləşmiş Millətlər Təşkilatına, digər beynəlxalq quruma və regional təşkilatlara çox ciddi iradlardır. Azərbaycan prezidenti orada çıxış eləyir, amma onun hamısı sətr arasıdır bütün o iradlar. Azərbaycan prezidenti keçmişdəki cinayətkar susqunluğa qarşı onlara irad bildirir. Çünki Azərbaycan əraziləri işğal olanda, Azərbaycanın əhalisi məhv ediləndə bu. Yəni, heç biriniz bir iş görmədiniz. Yəni, o belə demir, amma o çox mədəni şəkildə o iradları çatdırır. Yəni, üzr istəyirəm, yəni, o əgər naxaqlıq baş verirsə, kiminsə haqqı pozulursa, o pozan aydındır ki, o cinayətkardır. Amma susanlar daha çox məsuliyyət var. Tofiq müəllim, çox məşhur bir kəlam var. Deyir, dünyada 99% cinayətkarların, belə cinayətlərin çoxu, haqsızlıqların çoxu cinayətkar susqunluq fonunda baş verir. Bu bir. İkinci məqam. Bugünkü vəziyyətə
laqeyd yanaşmaya görə iraddır. Nə mənada? Yəni Azərbaycan prezidenti açıq şəkildə bir növ belə desə də Cənubi Qafqazda Azərbaycan nümunəsi modelini qoyur ortaya. Bax bu var, bu var, bu var, bu var. Azərbaycan bunlara nail olub, buna nail olub. Yeri gəlmişən o minalardan əziyyət məsələsi də elə belə deyil. Əlbəttə. Yadınıza gəlirsə o minaların təmizlənməsi ilə bağlı Azərbaycan dəfələrlə müraciət elədi bir çox dövlətlərə. Bəzi imkanlı ölkələr, o siz dediyiniz ölkələrin bəziləri, o ortada yeyib qıraqda gəzənlər. Vədlər də verdilər şirin, heç bir şey eləmədilər. Amma həm müharibə gedə-gedə, üzrə müharibədən əvvəl, belə deyək də, bizim işğal altında torpaqlarımız olanda, həm İkinci Qarabağ savaşı, elə bugünün özündə də yenə də təcavüzkar tərəfə, yenə də ona istənilən qədər qrantlar, pullar ayırırlar, istənilən qədər silah da verirlər. Bu, bugünkü, belə deyək də, vəziyyətə görə laqeydli irad idi. Və üçüncü məsələ, üçüncü irad, gələcəyə hesablanmış, gələcəkdə yeni dünya nizamının, yəni gələcəkdə belə vəziyyətlərin təkrarlanmaması üçün məsuliyyətsizlik iradı idi. Yəni ki, bax bunlar var, bunu elədiniz, bunu gördük, bu gün yaşayırıq. İndi heç olmasa zəhmət çəkin nəticə çıxarın ki, gələcəkdə bunlar olmasın. Amma burada da biz bugünün özündə nə qədər məsuliyyətsiz yanaşmalar görürük. İndi bəli, əlbəttə ki, burada toxunuldu konkret olaraq Avqust görüşü. Yaxşı, indi başa düşdük ki, də gəlin etiraf eləyək ki, bu məsələdə doğrudan da Donald Trump'ın bir prezident kimi, bir belə deyək də, bir beynəlxalq belə qlobal miqyaslı bir fiqur kimi rolu böyükdür. Bəs yaxşı, bu Donald Trump gəlməsəydi, bəs deməli bunların heç biri qabağa düşməyəcəkdi. Mən bir məsələni xatırladım sizə. Hələ demək 2-ci Qarabağ savaşından da əvvəl, sonra hətta savaşdan sonraki dövrdə də, bax elə deyərdim ki, 8 avqust tarixinə qədər Azərbaycan prezidenti dəfələrlə bunu hamı görə bilər, bəyanatları var idi, təklifləri var idi, xüsusilə də Avropa İttifaqına. Ki, biz istəyərdik ki, siz Qarabağ münaqişəsinin probleminin həllində yaxından iştirak edəsiniz. Hətta artıq müharibədə biz ikinci müharibədə qalib gələndən sonra da bu təkliflər oldu. Amma oradan həmişə üzr istəyirəm, tutuquşa kimi bir cavab gəldi. Bunun mandatını BMT verib Minsk qrupuna. İndi Minsk qrupu məsələsi həll olundu. Trump həll qolunu çırmaladı. Azərbaycanın yetişdirir reallıq əsasında 8 avqustda o sənədlər imzalanandan sonra indi hamısı növbəyə durublar. Bəs yaxşı, axı sizə deyilirdi axı. Bax, Azərbaycan prezidentinin əslində çıxışı bax bu iradlardır. Əlbəttə. Onları o çox mədəni şəkildə sədrarası çatır. İndi məsələ burasıdır. Dərslərdir, Azərbaycanın dərsləridir. İndi axırıncı məqama siz sual verdiniz. Baxın, yadınıza gəlir COP29 ilə bağlı elə gedəndə o dünyanın əslində bilirsiniz də orada daha çox inkişaf etmiş ölkələr bu vəsaitləri ayırmalıdırlar. Yadınıza gəlir hansı cəhdlər olurdu? Yox, qoyun bu xərci neft hasilatçı dövlətləri çıxarsın. Ki, neft hasilatçı neft çıxarır, amma sizin zavodlarınız, fabrikləriniz görün nə qədər bu qlobal iqlimə ziyan vurur. Bu 12 metr. Arxasınca indi görün nə oyunlar gedir. Artıq onun sabotajı ilə məşğuldur. Çünki niyə o pulları vermək istəmirlər? Yeri gəlmişkən, hələ o iqlimi belə deyək də, o üzr istəyirəm, o konfransı Azərbaycan təşkil edəndə Azərbaycana qarşı nə qədər geosiyasi təzyiqlər, oyunlar aparıldı. İnformasiya, qara PR kampaniyaları aparıldı. Problem buradadır. Yəni Azərbaycan prezidenti nə demək istəyir? İndi hamıya aydındır ki, Tofiq müəllim, əslində beynəlxalq münasibətlər sistemində köklü islahatlar getməlidir. Dəyişikliklər olmalıdır. Bax, Azərbaycan prezidenti çağırışı budur. Azərbaycan prezidentinin iradı bununla bağlıdır. Heç olmasa indi olanları, keçmişi, bugünü nəzərə alın ki, qəbul edin ki, sonra sabah bu artıq yeni dünya nizamı yaradılanda belə oyunlara yer verilməsin. Əlbəttə, bu belə selektiv yanaşmalara yol verilməsin. Dünya nizamı bir gündə bir ayda yaramayacaq. Yəni onu faktiki olaraq biz addım-addım, günbəgün, yəni mərhələli formada biz bunu yaradırıq. Amma bu prosesdə hamı iştirak etməlidir. Və bəllidir ki, dünyanın çox... Azərbaycanın göstərdiyi nümunə var da, bu cür müsbət nümunə var. Bunu niyə qəbul etmirsiniz? Məhz ondan danışıram mən ki, bilirsiniz, bu dünyada olub, meydanda olub, onun problemlərini görüb, onlardan yaxa qaçırmaq, kənarda durmaq bu düzgün deyil. Məsəl üçün, elə gəlin enerji məsələsinə baxaq. Azərbaycan dövlətinin enerji təminatında, sonra təhlükəsizliyin təmin olunmasında nə böyük rolu var. Və bu elə-belə məsələ deyil. Və onun arxasında çox böyük səylər, hesablamalar, layihələr, proqram yanaşmalar və böyük maliyyə resursları durur. Yəni, onlar da elə-belə əmələ gəlmədi. Yəni, onun üzərində çox dərin araşdırma, hesablamalar aparılıb. Və bu günləri biz
həqiqətən də bildiririk ki, yəni Azərbaycanın bu sahədə oynadığı rolu hələ ikinci elə bir dövlət yoxdur ki, o təkrarlasın. Mən istərdim bax bu fraqmentlə bağlı, bu mövzu ilə bağlı daha doğrusu daha bir fraqmenti biz yada salaq. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəz olunmaz tərəfdaş kimi təsdiqləyib. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yer tutur. Bu, Avropada və onun hüdudlarından kənarda enerji təhlükəsizliyinin təmin edilməsində və təchizat marşrutlarının şaxələndirilməsində bizim strateji rolumuzu əks etdirir. Bundan əlavə, son vaxtlar Azərbaycan və Suriya enerji təchizatı, infrastrukturun inkişafı və münaqişədən sonra yenidən qurma işlərinə diqqət yetirərək iki tərəfli tərəfdaşlığı gücləndiriblər. Bu ilin avqust ayından Azərbaycan Türkiyə üzərindən Suriyaya təbii qaz tədarük etməyə başlayıb və bununla da ölkənin elektrik enerjisi çatışmazlığını əhəmiyyətli dərəcədə azaldıb. Azərbaycan həmçinin günəş, külək və su elektrik enerjisi kimi bərpa olunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40%-i bərpa olunan mənbələr hesabına təmin olunacaq. Azərbaycan Respublikası həmişə yeniliklərə açıq bir ölkədir və belə olduğu halda da həmişə aparıcı qüvvələrimiz fəal iştirak edirlər və öz yanaşmalarını sərgiləyirlər və əlbəttə ki, bu çox vacib bir məsələdir. Çünki dünyanın həqiqətən də problemləri getdikcə artır. Tək iqlimin problemləri deyil, tək əhalinin artımı deyil, sonra qida məsələsinin gərginliyi deyil. Problemlərin özləri, yəni müşküllər artır və o baxımdan da biz hamımız gərək ayıq-sayıq olaq. Görürsünüz, bir neçə dəfə Prezident İlham Əliyev bildirir ki, filan məsələlərdə Azərbaycan birincidir. Yəni biz burada pionerlik göstərmişik, biz burada yeni söz demişik. Çünki yeniliklərə açıq və ən çətin məsələlərin hamısında da elə dəhlizləri, elə yolları tapırıq ki, məsəl üçün onlarla bağlı bəziləri kənardan dayanıb müşahidə edirlər, görsünlər ki, kim birinci olacaq. Amma biz birinci olmağa da çəkinmirik, qorxmuruq. Necə ki, məsəl üçün, Suriya əhvalatını Prezident İlham Əliyev dilə gətirdi ki, bəli, bu yenidən formalaşan dövlətdir və o çox ağır bir vəziyyətdədir. Yəni, o vəziyyətdə olmağın da biz işartlarını özümüz yaşamışıq Qarabağ bölgəsində və ilk olaraq Türkiyənin üzərindən əlimizi uzatdıq ki, bu qardaş Suriya xalqı da belə əziyyətlər də inciməsin və insanlar tez bir zamanda özlərini toparlasınlar və rekreativ işləri həyata keçirsinlər. Hörmətli tamaşaçılar, bizim bildiyiniz kimi Azərbaycan televiziyasının xüsusi müxbiri Vüsal Mətləb New Yorkdadır və yaxından orada baş verən proseslərin hamısını izləyir. Biz indi New Yorka bağlanırıq. Diqqətiniz bizdə olsun. Görək bizim həmkarımız hansı xəbərləri bizə ötürəcək. Vüsal, salam. Xoş görmüşük və biz sizi səbirsizliklə dinləyirik. Çünki bugünkü gün bizim üçün çox vacib və önəmlidir. Buyurun. Axşamınız xeyir Tofiq müəllim. Biz hazırda BMT Baş Assambleyasının 80-ci sessiyasının keçirildiyi zalın ətrafında yaradılmış, media üçün yaradılmış kabinələrdən birindəyik. Bir qədər bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev 80-ci sessiyada çıxış etdi. Məlum olduğu kimi uzun illər Azərbaycan bu tribunadan tarixi ədalətin təmin olunması, beynəlxalq hüququn təmin olunması, işğal altında olan torpaqların azad edilməsi ilə bağlı çağırışlar eləyirdi. Ancaq bu çağırışlar təəssüf ki, heç bir nəticə vermədi. Çünki məhz BMT-nin bu binada, bu iclas zallarında qəbul edilmiş qərarların işləməməsi, icra edilməməsi və selektiv icra edilməsi bu qətnamələrin təbii ki, bu münaqişənin beynəlxalq hüquqa uyğun, ədalətli həllini təmin etməyə sülh yolu ilə imkan vermədi və Azərbaycan məcburən öz torpaqlarını hərbi əməliyyatlar vasitəsilə azad etdi. Vətən müharibəsindəki parlaq qələbədən sonra bugün Azərbaycan lideri, qalib ölkənin lideri kimi bu tribunadan indi sülh gündəliyini ifadə edirdi, sülh çağırışları ilə növbəti dəfə çıxış edirdi və Azərbaycan Prezidentinin çıxışında bir sıra mühüm məqamlar var idi. Prezident elə məhz o məqamı xüsusilə vurğuladı ki, uzun illər tarixi ədalətin bərqərar edilməsi çağırışları edilib
onun tərəfindən bu tribunadan. İndi isə sülh gündəliyinin necə icra olunması və sülhün necə reallaşması barədə bəhs edir. Azad edilmiş ərazilərdə görülmüş bərpa, quruculuq və böyük qayıdış barədə dövlət başçısı məlumat verdi və prezident qeyd etdi ki, artıq 50 mindən artıq insan yaşayır Qarabağ və Şərqi Zəngəzurda. Eyni zamanda keçmiş münaqişənin tarixinə qısaca ekskurs etdi və ermənilər tərəfindən həmin bölgədə törədilmiş vandalizm aktları, dağıntılar barədə məlumat verdi. Bugün isə sülh mərhələsidir, sülh fazasıdır. Azərbaycan münaqişənin sona çatmasından dərhal sonra Ermənistanla sülhün reallaşması üçün sülh gündəliyi ilə çıxış etdi və hazırda bu istiqamətdə proses reallaşmaqda və sona yaxınlaşmaqdadır. Prezident eyni zamanda Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpa təşəkkür etdi vasitəçilik missiyasına görə və sülh müqaviləsinin paraflanması ilə bağlı Vaşinqtonda ötən ay Vaşinqton samiti çərçivəsində əldə edilmiş razılaşma, yəni sənədin paraflanmasına görə Amerika Birləşmiş Ştatları prezidentinə minnətdarlığını bildirdi. Eyni zamanda Vaşinqton samitinin həm də Azərbaycan və Amerika Birləşmiş Ştatları münasibətlərində yeni fazanı müəyyən etdiyini qeyd etdi. Prezident bildirdi ki, strateji tərəfdaşlığa dair xartiyanın imzalanması üçün işçi qrupunun yaradılması bu prosesin əhəmiyyətli başlanğıcıdır. Azərbaycan lideri eyni zamanda bu tribunadan Zəngəzur dəhlizi, nəqliyyat dəhlizləri, o cümlədən Zəngəzur dəhlizi və bu dəhlizin Avrasiyanın yeni nəqliyyat xəritəsinin formalaşmasındakı əhəmiyyətinə diqqət çəkdi. Eyni zamanda Azərbaycanın enerji siyasəti və bərpa olunan enerji siyasəti barədə beynəlxalq ictimaiyyəti məhz bu ali tribunadan növbəti dəfə məlumatlandırdı. Belə tarixi görüş, tarixi çıxış və yeni mərhələnin başlanmasını özündə ehtiva edən tarixi çıxışa dediyimiz kimi şahidlik etdik buradan. Belə bizim BMT Baş Assambleyasının keçirildiyi zaldan təqdim edə biləcəklərimiz bu qədər. Söz yenidən sizdə. Təşəkkür Ünsal, çox sağ olun maraqlı yanaşmaya görə və təbii ki biz prosesləri izləməkdə israrlıyıq və bu prosesdə davam etdirəcəyik. Səbəblər də məlumdur, çünki həqiqətən də çox tarixi bir hadisə keçir və bu günləri prezidentimizin də çıxışı tarixi mahiyyət daşıyır. Çünki faktik olaraq biz burada da qeyd etdik və bütün verilən o imperativlər hamısı, səsləndirilən fikirlər hamısı bir daha çağırış rolunu oynayır ki, baxın, bilin, ayılın və görün necə işləmək lazımdır. Həqiqətən də bir çoxları elə dəyişikliklər olmalıdır, islahatlara böyük yer verilməlidir və s. Ancaq verbal tərzdə, yəni danışıqla bu proseslərə münasibət bildirlər. Bir də var ki, artıq hərəkətlərlə, yeni təşəbbüslərlə. Ona görə də biz görürük ki, Azərbaycanın da xüsusi bir yanaşması var və bu da bizim dövlətimizin rəhbərinin, Prezident İlham Əliyevin özünün şəxsi yanaşmasının, mən deyərdim, semantikasından xəbər verir. Çünki burada metaforik heç bir şey yoxdur. Hər şey konkretliyi ilə seçilir və həm də səmərəliliyini göstərir. Və uzağa getməyək, elə Azərbaycanın BMT ilə bir nüfuzlu təşkilatla münasibətlərinə biz nəzər salsaq, prezidentimizin bu işdəki rolunu biz diqqətə gətirsək, görərik ki, nə dərəcədə bax bu yeni bir istiqamətdə də Azərbaycan, baxmayaraq ki, 30 ildən artıqdır bir qədər. Biz BMT-nin üzvüyük 92-ci ilin mart ayından, martın 2-sindən və biz bu istiqamətdə də demək olar ki, çox böyük təcrübə toplamışıq və eləcə də tərəfdaşlarımızla, BMT-nin özü ilə də çox münbit bir şərait formalaşdırmağa həmişə çalışmışıq. Seyid xanım, istərdim bu məsələyə siz münasibət bildirərsiniz, çünki bir çox səviyyələrdə komissiyalarla bağlı, təşkilatları ilə bağlı, bir çox vəsaitlərlə bağlı biz birgə layihələr də keçirmişik. Məsəl üçün, sivilizasiyaların alyansı, böyük qlobal forum keçirmişik biz Bakıda və s. Yəni, bunlar hamısı BMT ilə bizim əməkdaşlığımızın bariz nümunələridir və bu özü də başqa dövlətlər üçün bir örnək olmalıdır. Bəli, əlbəttə ki, Birləşmiş Millətlər Təşkilatı 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıdıqdan sonra biz BMT-nin müxtəlif strukturları ilə yaxından işləmişik və biz bayaq Azərbaycanın minalanmış ərazilərindən danışdıq, mina təhlükəsindən danışdıq. Yəni, bunu da qeyd etməliyik ki, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra minalardan təmizləmə əməliyyatlarına maliyyə yardımı ayıran ilk təşkilat elə Birləşmiş Millətlər Təşkilatı idi və ümumilikdə söyləmək lazımdır ki, münaqişə dönəmində də BMT-nin qaçqınlar üzrə Ali Komissarlığı var idi, Bakıda fəaliyyət göstərirdi. Yəni, bu və digər şəkildə yardımlar həyata keçirildi. Eyni zamanda inkişaf proqramı BMT-nin Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsinə müvəffəq olmuşdu. Yəni, UNICEF-lə, UNESCO-lə, bu təşkilatların əlbəttə ki, bütün strukturları ilə biz
əməkdaşlıq etmiş, amma mən xüsusi olaraq bir faktı qeyd etmək istəyirəm ki, Azərbaycanın 2012-2013-cü illərdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında qeyri-daimi üzv statusunda olduğu zaman biz 2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatının konfransının BMT-də sayılan, yəni onun kənar tədbiri kimi keçirilməsinə nail olmuşuq ki, bu özü də Azərbaycanın həm BMT ilə əməkdaşlığında xüsusi bir səhifədir, amma eyni zamanda İslam ümmətinin təmsilçisi olaraq İslam Əməkdaşlıq Təşkilatının üzv ölkəsi olaraq da Azərbaycanın düşünürəm ki, çox böyük bir töhfəsi kimi dəyərləndirilə bilər hər iki təşkilata və biz yəni Azərbaycanın hər zaman zəif nöqtələri çox yerində görməsi və bu zəif nöqtələri aradan qaldırmaq üçün göstərdiyi səyləri əlbəttə ki, BMT tərəfindən də dəyərləndirildiyini söyləməliyim. Burada xüsusilə mən BMT-nin davamlı inkişaf hədəflərinə çatmaq üçün 2030-cu ilə qədər yəni qoyulubdur bunlar və onlardan biri də alternativ enerji mənbələrindən istifadə, yəni yaşıl enerjinin istehsalıdır. Və bugün cənab prezidentin çıxışında da bu xüsusi olaraq qeyd olundu ki, Azərbaycan məhz bu istiqamətdə və qeyd etməliyik ki, bu kifayət qədər mürəkkəb bir istiqamətdir və aydın olsun deyə söyləməliyəm ki, Birləşmiş Ştatlar da daxil olmaqla Avropanın aparıcı ölkələri belə bu keçidə nail olmaq üçün çox böyük çabalar göstərirlər, amma təəssüf ki, çox az onlarda tərəqqi var, çox az inkişafa nail olublar, amma cənab prezident bugün bəyan etdi, BMT-nin ali tribunasından Azərbaycan 2030-cu ildə bu hədəfi 30% deyil, yəni hədəf 30% olduğu halda bütün dövlətlər üçün biz artıq 40% ilə bağlı yəni hədəfə çatacağımızı ali tribunadan bəyan edirik və nümunə yaradırıq bununla da ki, yəni bizi az əvvəl Sahil müəllim qeyd etdi, COP29-da çox möhkəm şəkildə belə tənqid edirdilər ki, Azərbaycan neft-qaz istehsalçısı ölkədir, niyə görə Azərbaycan keçirir? Biz sizdən çox artıq dərəcədə tək bizi yox, Birləşmiş Ərəb Əmirliklərində tənqid edirlər, indi Braziliyanı da tənqid edirlər, 30-cu COP-u keçirir Braziliya bir ev sahibi kimi. Yəni halbuki tənqid olması, elə tənqid eləyənlər özləri əlbəttə ki, onlar tənqid obyektinə çevrilməlidir. Və cənab prezident bugün bəyan etdi ki, yəni hədəfə çatmaq üçün də qoyduğun istiqamətlər reallığa uyğun olmalıdır. Yəni bugün biz yaşıl enerjiyə keçirik deyib, yəni ənənəvi enerji mənbələrindən imtina etməyin özü də çox qüsurlu yanaşmadır. Sadəcə olaraq bugün çağdaş dünyada mövcud olan çağırışlara cavab vermək lazımdır. Maksimum çalışmaq lazımdır, ortaya nümunə qoymaq lazımdır. Amma bu heç də neft-qazdan bir mənalı şəkildə imtina etmək kimi cəfəng bir ideyanın həyata keçirilməsi anlamına gəlməməlidir. Və COP29-da əslində Azərbaycanın nail olduğu, bunu biz bir mənalı şəkildə deməliyik ki, çox böyük bir belə deyək, irəliyə sıçrayışlı bir adım idi ki, biz zərər və itki fondu ilə bağlı, yəni bundan əvvəlki COP-larda heç razılaşma əldə olunmamışdı. Amma Azərbaycan buna nail oldu. Niyə görə? Çünki biz sadəcə sözlərlə danışmırıq, biz əməli işin istiqamətlərini müəyyənləşdiririk. Və ona görə də söz yox, əməl ortaya qoymaq, boş hədəflər yox, real xəritələrə əsaslanmaq. Yəni bütün bunlar, düşünürəm ki, cənab prezidentin çıxışını da maraqlı edir BMT-nin baş assambleyasında və təsadüfi deyil ki, onun hər çıxışı çox böyük maraqla izlənilir və burada söylənilmiş bəyanatlar, sözlər, düşüncələr, fikirlər, irəliyə baxışlar, vizyonlar, bunlar reallıq kimi qəbul olunur dünya birliyi tərəfindən. Bilirsinizmi, sadəcə olaraq pafoslu çıxış etmək, sadəcə olaraq nəyisə görmək, problemi çox adam görür. O asan bir şey. Bəli, burada yəni qeyri-adilik yoxdur. Amma problemdən çıxış yolunu göstərmək və bunu öz nümunəndə təqdim etmək, bu artıq məsələnin ən mürəkkəb tərəfidir. Mən istəyirəm, Sevil xanımın icazəsi ilə Sevil xanımın dediyinə bir əlavə eləyim. Yəni, mən əslində belə başa düşdüm ki, əslində Sevil xanım, prezident orada daha çox bilirsiniz nə dedi? Yəni, o müqayisə elədi, yəni yaşıl enerjiyə keçidlə ənənəvi enerji. Yəni ki, belə ciddi işlər də şüarçılıqla məşğul olmaq lazımdır. Konkret iş görmək lazımdır. Və bu fraqmentimizi də yekunlaşdırmaqdan ötürü mən hətta bir faktı da yada salmaq istəyirəm ki, Prezident İlham Əliyev həm də BMT-nin Təhlükəsizlik Şurasında bir dəfə sədrlik də etdi. BMT-nin Təhlükəsizlik Şurasında 12-ci ildə səhv etmirəm. 12-ci ildə. Bəli, yəni bu da simvolikdir. Yəni bizim münasibətlərimizdə çox simvolik momentlərdən, bəli, gənc suveren ölkə 92-ci ildə üzv olmuşuq. Bəli, əlbəttə fikir aydınlığı, sonra məqsəd aydınlığı, hədəflərin düzgün müəyyən edilməsi həmişə
yolu yüngülləşdirir və təsadüfi deyil ki, biz həm hərbi kampaniyalarda, həm də quruculuq kampaniyalarında həmişə o qızıl xətti tuta bilirik. Gəlin ekrana bir daha diqqət edək. Biz həm müharibəni utduq, həm sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərini başladıq. Ədalət zəfər çaldı. Suverenlik möhkəmləndi və sülh de facto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq. Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur. Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Gəlin birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli işlərlə təmin olunduğu bir dünya quraq. Təşəkkür edirəm. Mən deyərdim ki, elə bütün problemlərlə bağlı, gündəlikdə olan məsələlərlə bağlı Azərbaycan lideri özünə məxsus çox funksional bir resepti sonda irəli sürdü. Mən elə düşünürəm, Cahid müəllim, bilmirəm siz necə deyəcəksiniz? Cənab Prezidentin sonunda qeyd elədiyi bu prinsiplər əslində Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin dövlətlərin qarşısına qoyduğu öhdəlikdir. Bugün biz BMT və digər təşkilatları tənqid eləyiriksə, bu öhdəliklərin bir çox dövlət tərəfindən yerinə yetirilməməsindən irəli gəlir. Biz bugün bir çox təşkilatların funksiyasını yerinə yetirməməsində günahlandırırıqsa, bu prinsiplərin yerinə yetirilmədiyi üçün biz bununla günahlandırırıq. Məsələn, bunu Azərbaycan nümunəsində qeyd eləyək ki, Birləşmiş Millətlər Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi kobud şəkildə Ermənistan tərəfindən pozulmuşdu. Amma Ermənistana qarşı heç beynəlxalq səviyyədə sanksiya da tətbiq olunmurdu. Baxmayaraq ki, Təhlükəsizlik Şurasının qətnamələri var idi bu istiqamətdə. Bu səbəbdən Cənab Prezidentin oradakı çıxışı əslində Sahil müəllimin biraz əvvəl qeyd elədiyi, biraz BMT və onun o aparıcı qüvvələrini tənqid idisə, bu çıxışının sonuna doğru da BMT-nin özünə etibarı bərpa etməsi üçün nə etməli olduğunun da yolunu göstərirdi. Bu mənada olduqca vacib idi, mən düşünürəm ki, Cənab Prezident. Bəli, düz vurursunuz. Ümumiyyətlə, xalq arasında belə bir deyim var. Deyirlər ki, məsələlərin həllini tapmaq istəyən həmişə yollar axtarır, tapmaq istəməyənlər bəhanələr axtarırlar. Yəni, qədimdən artıq öz təsdiqini tapmış dəfələrlə səslənən bir fikirdir. Nə qədər o stereotip tərzdə səslənsə də düzünü deyir də. Yəni mən belə düşünürəm ki, Azərbaycan prezidentinin çıxışlarının bütün hamısının məğzi də həm də ondan ibarətdir ki, gəlin axtarışda da biz birgə olaq. Mən belə düşünürəm. Buyurun. Bəli, bir qeyri deyək ki, nizamsızlıq çağının içərisindədir dünya, insanlıq. Yeni dünya nizamı uğrunda mübarizə gedir və belə bir hazırki şəraitdə Azərbaycan, Türkiyə, Türk dünyası bir ədalət, beynəlxalq hüquq, ədalət təklif eləyir. O bir tərəfdən də güc müstəvisində ordumuzu, milli müdafiə sənayemizi, dövlətimizi, iqtisadiyyatımızı gücləndirərək yolumuza davam edirik. Yəni, biz ədalətli bir dünya nizamının qurulmasını arzuluyuruq. Haqqın, hüququn, əməkdaşlığın, qarşılıqlı sayğının, hörmətin, daxili işlərə qarışmamanın hakim olduğu bir dünya istəyirik və bunun üçün də çalışırıq. Konsepsiyamız, mədəni yanaşmamız, fəlsəfəmiz budur, amma eyni zamanda güc amilində unutmuruq və ordumuzu gücləndiririk. Hər baxıma birliyimizi, inteqrasiyamızı dərinləşdiririk. Sağ buyurun, qısaca. Cavit müəllimin sonundakı kontekstində mən də cavab verəcəm. Əslində, Cavit müəllimlə mən tam razıyam. Sözsüz ki, Cavit müəllim, mən BMT-ni deyəndə orada BMT belə deyək də, virtual bir şey deyil ki, orada yəni əsas dövlətlər var. Mən xüsusilə o Təhlükəsizlik Şurası dövlətləri nəzərdə tuturdum. Və əlbəttə ki, mən sizinlə tam razıyam. Onların geosiyasi mübarizələri də o təşkilatı elə zəiflədən. Mən düşünürəm ki, Azərbaycan prezidentinin çıxışı məhz ona hesablanmışdı ki, həmin dövlətlərə, dünyanın aparıcı dövlət, biz yeni dünya nizamı formalaşdıranda
belə şeylərdən qaçmaq lazımdır. Bax, yəni bu səhvləri və bu oyunları təkrarlamaq gəlin. Mən düşünürəm ki, buydu məsələ. Aydındır, yəni bütün müsbət göstəricilər hamısı göz önündədir, sonra negativlər də göz önündədir və insanlar nədən, necə özlərini sığortalamalıdırlar, uğura doğru necə getməlidirlər, sonra ümumiyyətlə bizim təcrübəmiz insanlara nədən xəbər verir. Bunlar hamısı bu günləri Prezident İlham Əliyevin çıxışında öz əksini tapdı. Çox vacib yığcam çıxış idi və təbii ki, bütün konstruktiv fikirlərə, sonra məramlara cavab verə biləcək bir imperativlər səsləndi. Fəqət bir dənə o qalır ki, bizim təcrübəmizə diqqətlə yanaşsınlar. Çünki biz çətin durumda olanda dünyaya səslənirdik, ancaq reaksiyanı biz görmürdük, yəni adekvat reaksiyanı görmürdük. İndi isə biz bütün dünyanın problemləri önündə də görürük ki, nə etmək lazımdır. Ona görə də bölüşürük ki, bax bizim yolumuzu siz də gedə bilərsiniz. Bu qədər bir günlük. Çox sağ olun, hörmətli tamaşaçılar, diqqətinizə görə salamat qalın, efirdə görüşənədək.